Salam, hörmətli dinləyicilər. Bir məhdud tənliklər mövzusunun davamına keçirik. Çünki bir məhdud tənliklər böyük mövzu olduğu üçün yarı-yarı keçməyə uyğun gördük. İndi isə rasional tənliklər, modul tənliklər, irrasional tənliklər və tənlik qurmaqla məsələ həlləri bölməsini izah edəcəm. Diqqətlə qulaq asın. Rasional tənliklər nə edilir? Px bölü qx bərabərdir 0 şəklində verilmiş tənliklərə rasional tənliklər deyilir. Px bölü qx yəni çoxhədli, sürət məxrəcdə çoxhədli olarsa bunlara rasional tənliklər deyilir. Rasional tənliklər əslində iki ilə ayrılır. Tam rasional tənliklər, kəsr rasional tənliklər. Tam rasional tənliklər əgər dəyişənə bölmə yoxdursa, ona deyilir tam rasional tənlik. Misal üçün yazıram 3x üstə gəl 7 bölünsün 5 çıxılsın x bölü 2 bərabərdir 8. Məsələn, bu tam rasional tənlikdir. Çünki dəyişənə bölmə yoxdur. Amma dəyişənə bölmə varsa və yaxud da dəyişənə olan ifadəyə bölmə varsa, o gedir kəsr rasional tənliklər. Tam rasional tənlikləri həll edərkən, yəni burada biz elə ədədə vurmalıyıq ki, kəsirdən qurtarmalıyıq. Onun üçün də 5 ilə 2-nin əkobu 10-dur. Yəni bu tənliyin hər iki tərəfini 10-a vurub, xətti tənliyə gətirib sonra həll edir. Misal üçün bu tənliyi həll edəsi olsa, bunun hər tərəfini 10-a vursaq, olacaq burada 2 vurulsun, 3x üstə gəl 7 çıxılsın, 10-u böldü 2-yə 5, 5x bərabərdir 80. İndi burada dimin test topusunda nümunə verilmiş sualın həllinə baxaq. Görürsünüz ki, burada məxrəc hər ikisində x plus 10, x plus 10'dur. Məxrəclər eyni olduğu üçün, onda burada biz tənliyi həll edən zaman nəyə diqqət etməliyik? Aldığımız həll məxrəc sıfıra çevrilməməlidir. Burada məxrəcləri bir-birinə bərabərləşdirib, məxrəclər eyni olduğu üçün, daha doğrusu sürətləri bir-birinə bərabərləşdirib həll etsək, x bərabərdir mənfi 10 və də x bərabərdir 2. Amma mənfi 10 olmaz, çünki məxrəc sıfıra çevrilir. Ona görə burada tənliyin kökü yalnız x bərabərdir 2 olmuş olur. İndi 2020-ci ildə buraxışa düşən belə bir tənlik var. Bu tənliyin həllini yazaq. Deməli, burada x kvadrat çıx 4, yuxarıda x kub, üstə gəl 4x kvadrat çıx 8x. Bunun qabağına mənfi yazsaq, yəni burada mənfini çıxarsaq aşağıdan x çıx 2 qalır, yuxarıda da x qalır, bərabərdir 0. İndi bilirik ki, x kvadrat çıx 4, x çıx 2, x plus 2'dir. Onun üçün də bunun da sürət məxrəcini x plus 2'yə vursaq və buradan belə bir dənə tənlik təkrar yazmıram. Deməli, bunun sürət məxrəcini x plus 2'yə vursaq, x plus 2 bərabərdir 0. Artıq ortaq məxrəcə gətirmiş sayılırıq. Onda x kvadrat çıx 4, yuxarıda olur x kub, 4x kvadrat çıx 8x çıxılsın. Bunu da mötərizəyə vursaq x kvadrat, qabağında mənfi olsun, mənfi x kvadrat, x vur 2, elədi 2x oldu, çıxılsın 2x bərabərdir 0. Bu isə öz növbəsində deyil, x kub, üstə gəl 3x kvadrat çıx 10x bölünsün x kvadrat çıx 4 bərabərdir 0. Bunun da nisbət sıfıra bərabər olması üçün gərək sürət 0 olsun. Buradan da x-i mötərizə xaricinə çıxarsaq, x kvadrat üstə gəl 3x çıx 10 bərabərdir 0. Buradan isə tənliyi həll etdiyimiz zaman x bərabərdir 0, bir də x kvadrat üstə gəl 3x çıx 10 bərabərdir 0. x1 mənfi 5, x2 isə 2 olur. Vuranda mənfi 10, toplayanda mənfi 3. Amma 2 burada ödəməz. Ümumiyyətlə, rasional tənliklərdə mütləq baxmaq lazımdır ki, aldığımız kök məxrəci sıfıra çevirir, yoxsa çevirmir. Əgər sıfıra çevirilirsə, o kök sayılmır. Ona görə burada 2-ni kök olaraq götürmür. Demək, kökün biri oldu 0, biri də oldu mənfi 5 və bunların da cəmi oldu mənfi 5. Yəni, cavab D bəndi mənfi 5. İndi isə 11-ci sualın həllinə baxaq. Burada 11-ci sualda isə x plus 4 bölünsün 2. Yuxarıda 3-ü mötərizə xaricinə çıxarsaq, x çıx 4. Aşağıdan da
Yine 2'ni mötərizə xaricinə çıxarsaq, x çıx 4 bərabərdir 3. Buradan x plus 4'lər ixtisar getsə, qalır x plus 4 bölü 2 bərabərdir 2'də 3, o da bərabərdir 3'ə. Bunu da hər tərəfin orta məxrəc 2 çıxdığı üçün elə x plus 4 çıx 3 bərabərdir 3'ə. X plus 1, bu da bərabər 2 vur 3 6, x də bərabərdir 5, cavab 5 almış oluruq. Burada da aldığımız kökü yenə qoyub yoxlamalıyıq. Burada 5 qoyduğumuz zaman məxrəc sıfıra çevirmədiyi üçün 5 olur kök. Amma ola bilər ki, həll etdiyimiz zaman cavab 4 alsaydı, o zaman 4 bunun kökü olmayacaqdı. Yəni bu tənliyin həlli olmayacaqdı, həll olacaqdı boş çoxluq. Amma 5 qoyduğunda məxrəc sıfır olmadığı üçün elə 5 bu tənliyin kökü olmuş olur. İndi isə 2022-ci ildə birinci qrupa qəbuluna düşən belə bir sual var. Deyir, B parametr hansı qiymətlərində tənliyin bir kökü var. Tənliyin bir kökü olması üçün yuxarıda vurğulardan biri, vurğuları ayıran zaman B-nin yerində elə ədəd yazılmalıdır ki, o ixtisar getsin, bir kök qalsın. Bunun üçün də yuxarının vurğuları ayırsaq, köklərin cəmi 5 əks işarə ilə 5, hasil isə 6 olsun. Demək, bu x çıx 2, x minus 3'dür. Aşağıda olur x çıx b bərabərdir 0. Bunun bir kök olması üçün bir dəfə x-in yerinə x çıx b, daha doğrusu b-nin yerinə 2 qoysaq, b 2 olsa, onda tənliyimiz belə olur. X çıx 2, x minus 3, x çıx 2 bərabərdir 0. Bu x çıx 2 ilə ixtisar getdiyi zaman x çıx 3 bərabər 0, x də bərabərdir 3 almış oluruq. İkinci halda isə b-nin yerinə 3 qoysaq, onda nə olur? Aşağıda olur x çıx 3 bərabər 0. Bu x çıx 3'lər də ixtisar gedən zaman x çıx 2 bərabər 0, x də bərabərdir 2 almış oluruq. Yəni burada bir kökü olmuş olur. Deməli B 2 və 3 qiymətində bu tənliyin bir kökü olmuş olur. Cavab C bəndi. Yəni modul işarəsi daxilində dəyişən olan tənliklər modul tənliklər adlanır. Bu tənlikləri həll edən zamanda hansı qaydalara fikir etmək lazımdır? Məsələn, burada ümumi şəkildə yazıb modul fx bərabərdir a. Biz bilirik ki, modulda mənfi ədəd çıxmır. Ona görə burada a mənfi olarsa, bu tənliyin kökü olmur. Yəni modulda x çıx 3 bərabərdir mənfi 4 yazsaq, deyəcək bunun həlli boş çoxluqdur, kökü olmur. İkinci halda isə a bərabərdir 0 olduqda isə modulda deyək ki, 3x çıx 6 bərabərdir 0 ilə modulun içərisini 0-a bərabər edirik. X bərabərdir 2 almış oluruq. Üçüncü halda isə a böyükdür 0-dan olduqda isə burada 2 ala baxırıq. Bir dəfə moduldan müsbət çıxardırıq. Misal üçün x çıx 1 bərabərdir. Bir dəfə x çıx 1 bərabərdir 4, x bərabərdir 5. Bir dəfə x çıx 1 bərabərdir mənfi 4, x də bərabərdir mənfi 3. Bu ən sadə modul tənlikidir. Bu sağdakı misalda da gördüyümüz kimi bir dəfə mənfi 3 ilə çıxardıq, bir dəfə də müsbət 3 ilə çıxartmışıq. Burada hər tərəfi 2-yə vurub və tənin kökünü almışıq. Mənfi 7. İkinci halda da almışıq 5. Burada da köklərin cəmi soruşduğu üçün x1 plus x2 bərabərdir mənfi 2 almış oluruq. Burada isə modulda fx bərabərdir jx olarsa, bir dəfə moduldan müsbət çıxardıb, bir dəfə də mənfi çıxardıb. Amma burada aldığımız həll, burada yəni modulda mənfi olmadığı üçün jx böyük bərabərdir 0. Yəni burada dəyişəndə yerinə qoyduğumuz zaman bu ifadə müsbət olmalıdır. Müsbət olarsa o tənliyin kökü olmuş olur. Misal üçün demin test opsiyonu olan belə bir sual var. Deməli biz bunu həll edən zaman bir dəfə müsbət çıxardacaq. 2x çıx 1 üstəgəl x bərabərdir 1, 3x bərabərdir 2, x bərabərdir 3-də 2. Yəni burada əgər biz modulda 2x çıx 1 bərabərdir 1 çıx x yazsaq, burada 1 çıx x böyük bərabərdir 0, mənfi x böyükdür mənfi 1, x də kiçik bərabərdir 1. 3-də 2 də 1-dən kiçikdir, ona görə ödəyir. Yəni bu həll ödəyir. Əgər bu şərti ödəməsəydi, onda biz bunu həll olaraq götürə bilməzdik. İndi modulun qabağına mənfi qoyuruq. 2x çıx 1, 2x çıx 1, üstəgəl x bərabərdir 1. Bu da mənfi 2x üstəgəl 1, üstəgəl x bərabərdir 0. Buradan isə mənfi x bərabərdir
Bu sağda da 1 olduğu için mənfi x bərabərdir 0, x bərabərdir 0. 0 da yenə də 1-dən kiçik olduğu üçün hər ikisi tənlik kökünü ödür. Kökləri cəmidə x1 plus x2, yəni 0 üstə gəl 3-də 2, bu deyir 3-də 2. Cavab olur 3-də 2. İndi isə 2024-cü ildə qəbula düşən belə bir sual var. Birinci qrupun qəbuluna düşən. Bunun həllini yazaq. Deməli, burada birinci halda x plus 1 böyük bərabərdir 0. X böyük bərabərdir 1 yazıb, müsbət götürdüyümüz zaman alırıq burada x kvadrat üstə gəl 2x çıx 3 çıxılsın 3 vurulsun x plus 1 plus 3 bərabərdir 0. Bunu da həll etdiyimiz zaman deməli burada 3-ün biri artıq düşür, bunu silək. X kvadrat çıxılsın x bərabərdir 0. X vurulsun x minus 1 bərabərdir 0. Bunun da kökü 1 kök olur 1. 1 kökdə olur 0. Və 0, 1 hər ikisi mənfi 1-dən böyük olduğu üçün ona görə hər ikisi bunu ödəyir. İkinci hal isə, ikinci halda x plus 1 kiçikdir 0, x kiçikdir mənfi 1 götürürük. Yenə bu mötəri açsaq, x kvadrat üstə gəl 2x. X plus 1 mənfi olduğu üçün ona görə burada mənfi plus olur. 3 vurulsun x plus 1 üstə gəl 3 bərabərdir 0. Bu isə x kvadrat üstə gəl 5x üstə gəl 6 bərabərdir 0. Bunun kökləri isə mənfi 2 və mənfi 3 olur. Bunlar da hər ikisi kiçik olduğu üçün hər ikisi tənliyi ödəmiş olur. Burada isə mənfi 2, mənfi 3 hər ikisi mənfi 1-dən kiçik olduğu üçün deməli hər birisi bu tənliyi ödəmiş olur. Deməli, bu tənliyin 4 dənə kök olur. Köklərin cəmi isə cavab topladıqda cavab edir mənfi 4. Yəni, A bəndi mənfi 4. Yenə burada birinci qrup, birinci qəbul, ikinci qrup, 2024-cü qəbul düşən sual var. Tənliyin kökləri hansını tapıb. Burada x kvadrat həmişə müsbət olduğu üçün burada artıq şərt yazmağa ehtiyac yoxdur. Elə moduldan bir dəfə müsbət, bir dəfə də mənfi çıxardıb yazırıq. X kvadrat bərabərdir 1 çıx 2x kvadrat. Buradan isə alırıq ki 3x kvadrat bərabərdir 1. Burada x kvadrat bərabərdir üstə 1. Kökün 1 olur. Mənfi 1 böl kökdə 3. Digər kök olursa mənfi müsbət 1 böl kökdə 3. Sonra x kvadrat, indi bunun qabağına mənfi yazıb çıxartdığımız zaman 2x kvadrat, bununla da açdığımız zaman x kvadrat bərabərdir mənfi 1 plus 2x kvadrat. Buradan isə alırıq ki x kvadrat bərabərdir 1-ə. x1 olur mənfi 1. x2 isə olur müsbət 1. Mənfi 1, müsbət 1. Köklərin hasılı dedikdə isə bunların 4-ünü də bir-birinə vurduğumuz zaman mənfi 1 vur 1, bu isə eləyir 3-də 1. Yəni, cavab olur D bəndi 3-də 1. Yenə burada 2025-ci il 2-ci qrup, 2-ci şans qəbul imtahana düşən sual var. Burada da deməli 4x çıx 6 bir dəfə bərabər eləyir 0-a. Çünki modulda x çıx 2 üstü 0 bərabərdir 1-ə. Çünki biz bilirik ki, istənilən ədəd üstü 0 bərabərdir 1 olur. Ona görə buradan 4x çıx 6-ın yerinə 0 qoyduğumuz zaman buradan da x bərabərdir alırıq 2-də 3. Kökün 1 oldu 2-də 3. Sonra isə modulda x minus 2-nin özünü 1-ə bərabər etsək, 1 üstü istənilən ədəd olanda 1 olduğu üçün buradan da modulda x çıx 1, x çıx 2, modul x çıx 2 bərabərdir 1 götürür. Sonra x çıx 2 bərabərdir 1. Bir dəfə yazırıq. Buradan x bərabərdir 3 alırıq. Bir dəfə də x çıx 2 bərabərdir mənfi 1 yazırıq. Buradan da x bərabərdir müsbət 1 almış oluruq. Deməli, 3, 1 və 2-də 3. Bunların da köklərin də hasılı olanda, deməli onda 2-də 3, vur 3, vur 1. Bu dedik 2-də 9, bu dedik 4,5. Yəni, cavab Y bəndi 4,5 almış oluruq. İndi isə irrasional tənliklərə başlayırıq. İrrasional tənliklər nə deyilir? Məhsulu kök işarəsi daxilində olan tənliklər
İrrasional təniklər adlanır. İrrasional tənikləri həll edən zamanda burada əsas baxmaq lazımdır ki, kökdən mənfiyə çıxmır. Əgər kökün dərəcəsi cütdürsə, o zaman burada A mənfi olarsa kökün tənliyin həlli olmur. Misal üçün, əgər yazası olsaq, kök altda x minus 1 bərabərdir mənfi 3, aydın məsələsi bunun həlli yoxdur, boş çoxlu oldu. Çünki kökdən mənfiyə çıxmır. Amma yox, kök altında x çıx 1 bərabərdir. Əgər burada kök altında x çıx 1 bərabərdir 2 olsa, onda bunun hər tərəfini kvadratı yüksəldirik. Bərabərdir 4, x bərabərdir 5. Amma burada da həll edən zaman, yəni bu irrasional tənikləri həll edən zaman kökün dərəcəsi əgər 2-dirsə, kökün altı mənfi ola bilməz. Ona baxmaq lazımdır. Burada tutaq ki, əgər tənik veribsə, kök altında x çıx 1 bərabərdir. Misal üçün 3 minus x. Burada bir dəfə yazaq, kökün altı böyük bərabərdir 0. 3 minus x böyük bərabərdir 0. Çünki mənfi olanda həll olmaz. Sonra nə edirik? X çıx 1 bərabərdir 3 minus x-in kvadratı. Və tənliyi həll etdiyimiz zaman bu iki şərt ödənirsə, o zaman tənliyin kökü olmuş olur. Amma bu şərtləri yazmadan da biz bunu adi qaydada sadəcə kvadratı yüksəldib yazsaq, kvadratı yüksəldib yazırıq. Amma sonda biz burada kvadratı yüksəltdikdən sonra aldığımız kökləri gətirib yerinə qoyub yoxlamalıyıq. Əgər bura mənfi olmursa və kökün altı mənfi olmursa, onda deyirik tənliyin köküdür. Bu formada olan təniklər verdikdə isə elə sadəcə kvadratı yüksəltmək lazımdır hər tərəfi. Kvadratı yüksəltdiyimiz zaman elə kökdən çıxır olur 2x minus 1. Amma burada da aldığımız həll kökün altında qoyanda mənfi eləmirsə tənliyin kökü olmuş olur. Və burada da gördüyümüz kimi nümunədə verir. Məsələn, 2 plus kök altı x plus 5 bərabərdir 3. 3-dən 2 çıxdıq 1. Sonra kvadratı yüksəltdirik. Cavab aldıq mənfi 4. Mənfi 4-ü yerinə qoyanda tənliyin kökü olmuş olur. Yəni tənliyi tamam ödür. Ona görə cavab olur burada mənfi 4. Amma bizdən x kvadrat plus 2x-i soruşduğu üçün gətirib yerinə qoyub o ifadənin qiymətini tapmış oluruq. Cavab olur 8. Burada da yenə kökün altı 21 çıx 4x böyük bərabərdir 0. Bir də x çıx 4 böyük bərabərdir 0. Bunlar heç biri mənfi ola bilməz. Buradan alır ki, x kiçik bərabər 4 21, x böyük bərabərdir. Burada isə 4 olmalıdır. X böyük bərabərdir 4. İndi tənliyi həll etdik. Tapdıq ki, burada mənfi 1, bir də 5. Burada mənfi 1 ödəmir. Çünki mənfi 1 4-dən böyük deyil. Və bu hər iki şərti ödəməlidir. Ona görə mənfi 1-i kök olaraq götürmür. 5 isə 4-dən böyük, 4-də 21-dən kiçik olur. Ona görə cavab olur A bəndi. Əgər bu şərti nəzərə almasaydı, o zaman biz tutaq ki, bu şərt yoxdur. Aldıq mənfi kvadratı yüksəltdi. Aldıq mənfi 1, 5. Mənfi 1-i burada yerinə qoyan kimi görürük ki, nə olur? Mənfi 5 olur. Axı kökdən mənfiyə də çıxmaz. Ona görə mənfi 1-i götürməyəcəkdir. Yəni bu şəkildə də həll edib aldığımız həlləri gətirib tənikdə yerinə qoyub yoxlaya da bilərsiniz. Hansı ödəmirsə onu kök olaraq götürmürük. Amma 5 qoyanda 5 çıx 4 1, bu da elədi 21 çıxılsın 4 vur 5, o da 20, kökdə 1 bərabər 1 ödəmiş olur. Amma bu şərtləri yazdıqdan sonra aldığımız köklər bu şərti ödəmirsə, elə də bu tənliyin də kökü olmamış olur. İndi isə 22 il 2023-cü il 1-ci qrup 2-ci cəhdə düşən qəbul imtahanı sualına baxaq. Deməli, burada hasil bərabərdir 0 yazıb. Hasil nə vaxt 0 olur? Vuruqlardan heç olmasa 1-i 0 olsun. Ona görə birinci yazırıq 121 çıx x kvadrat bərabərdir 0 və burada bir dənə şərt 5 çıx x böyük bərabərdir 0, mənfi x böyük bərabərdir mənfi 5, x kiçik bərabərdir 5 şərtini nəzərə almalıyıq. Buradan alırıq ki, x kvadrat bərabərdir 121, x1 bərabərdir mənfi 11, x2 də bərabərdir müsbət 11. Mənfi 11 5-dən böyük olduğu üçün bunu kök olaraq götürürük. 11 isə 5-dən kiçik olmadığı üçün bunu həll olaraq götürmür. Çünki 11 qoyanda mənfi olur. Sonra isə kökün altında 5 çıx x bərabərdir 0 halına da baxırıq. 5 çıx x bərabərdir 0, x də bərabərdir 5. Deməli, kökün 1 olur 5, 1 də olur mənfi 11. Bunların cəmi isə cavab olur
-6. Cavab A bəndi -6. Burada isə yenə 21 may 2023-cü il 2-ci qrupa düşən qəbul imtahanı sualıdır. Deməli, kökdə 10 plus y çıxır, kökdə 10 çıx y-i sola keçirdiyimiz zaman belə ifadə alınır. Tənliyi bu şəklə salmış oluruq. Kökdə 10 plus y üstə gəlir kökdə 10 minus y bərabərdir kökdə 20. Sonra hər tərəfi kvadratı yüksəltsək, a plus b kvadrat müxtəsər modusuna görə birincinin kvadratı 10 plus y üstə gəlir 2ab, yəni 2 vurulsun kök altda 10 plus y vurulsun kök altda 10 minus y üstə gəlir ikincinin kvadratı, o da 10 çıx y. Bərabərdir kökdə 20-nin kvadratda 20 olur. Sonra 10 plus 10 elədi 20, y-lər getdi, y çıx y 0, 2 kök altında 10 plus y, 10 minus y. Burada 20'lər də getdi, qaldı kök altında 10 plus y, kök altında 10 minus y bərabərdir 0. Burada 2'yə böldüyümüz zaman qalır bu. Bunu da hər tərəfin kvadratı yüksəlsə alırıq 10 plus y vurulsun 10 minus y bərabərdir 0. Burada isə kökün biri olur -10, biri olur müsbət 10. Bunların da kvadratları cəmi deyəndə -10'un kvadratı üstə gəl 10'un kvadratı, bu deyilir cavab 200. Yəni C bəndi cavab 200. Yine burada qəbula düşən 2014-cü qəbula düşən sualdır. Deməli bunun neyini? Birinci buradan x vurulsun, x çıx 6, 7 çıxılsın x. Bərabərdir x vurulsun. Bu x kvadrat çıx 7x üstə gəl 6'nı da vuruqlararsak x çıx 6, x çıx 1 almış oluruq. X kvadrat çıx 7x üstə gəl 6. İndi burada deməli buradan x vurulsun, x çıx 6, bir dəfə bərabər 0 götürürük. Buradan x bərabər 0, x bərabər 6. Sonra isə bunları ixtisar aparsaq, 0-dan fərqli qiymətlərində 7 çıx x bərabərdir x-1 alırıq. Bunu da hər tərəfin kvadratı yüksəlsə x kvadrat çıx 2x üstə gəl 1. Buradan isə alırıq x kvadrat çıxılsın x çıxılsın x çıx 6 bərabərdir 0. Burada isə kökün biri -2, biri isə müsbət 3 olur. -2 ödəməyəcək, çünki -2 qoyanda -2 çıx 1, -3 alınır. Ona görə bu ödəmir, cavab olur burada 3. Köklərin cəmi soruşduğu üçün 3 və 6, bir də 0 toplam edir 9. Tənliyin köklərinin ödəyib ödəməsini əvvəlcədən belə də yoxlaya bilərdik. 7 çıx x böyük bərabərdir 0, bir də x çıx 1, o da böyük bərabərdir 0. Buradan da alarıq ki, x kiçik bərabərdir 7, x böyük bərabərdir 1. Burada düzdür, bu şərti 0 ödəmir, amma 0 biz bu tənli üçün yoxlayırdı. Bu tənli x-in yeni 0 qoyanda ödəmiş olur, yəni problem olmur. Amma qalan burada -2, burada 1-7 arasında olan kök -2 düşmədiyi üçün burada -2 götürmür. 3 isə düşdüyü üçün götürmüş oluruq. 6 da eyni zamanda bu arağa düşdüyü üçün yenə də ödəmiş olur. Yəni bu tənliyin əslində 3 kökü var. 0, 6, bir də 3 olan da cəmiləyir 9. Tənlik qurmaqla məsələ həlli. Deməli, 2 adamın yaşları fərqi zaman keçdikcə dəyişməz. 2 adamın yaşları cəmi n ildən sonra 2n qədər artar. Əgər bu adamların sayı artarsa, məsələn 3 nəfər olsa, n ildən sonra olacaq 3n qədər artar. Məsələn, deyək ki, adam yaşları cəmi 10'dursa, 2 adamın yaşları cəmi 10'dursa, 5 ildən sonra olacaq 20. Hərəsinin üzərinə 5-5 gələcək. M sayda adamın yaşları cəmi n ildən sonra mn qədər artar. Bir adamın yaşı x olarsa, n ildən sonra yaşı olacaq x plus n. N il əvvəl isə olacaq x minus n. Deməli, güvən nəşrində belə bir sual var. Atanın yaşı 38, oğlun yaşı 10 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlun yaşının 3 dəfə böyük olar. Neçə ildən sonra? N il deyirik. Ona görə 38 plus n, 10 plus n. Atanın yaşı oğlun yaşından 3 dəfə böyük olar. Yəni oğlun yaşını 3'ə vursaq, 3 vurulsun 10 plus n alırıq. Buradan da n bərabərdir 4 tapmış oluruq. İndi burada demin test topusunda olan belə bir sual var. Atanın yaşı 35, uşaqların yaşları isə 2 və 5'dir. Neçə ildən sonra atanın yaşı uşaqların yaşları cəmindən 2 dəfə çox olacaq. Burada yenə biraz əvvəl dediyimiz kimi 2 nəfər olduğu üçün n il desə x plus n. Atanın
uşaqların yaşları 2 və 5-dir. Atanın yaşı uşaqların yaşları cəmlə. Uşaqların yaşları 2 plus 5 7. Amma burada olacaq 7 plus 2n. Çünki 2 nəfərdir. Hərəsinin üzərinə n gəlir. Yəni 2 plus n, 5 plus n. Ona görə 7 plus 2n olur. Atanın yaşı uşaqların yaşları cəmlə 2 dəfə böyük olacaq. Yəni 35 plus n bərabərdir. 35 plus n bərabərdir. 2 vurulsun 7 üstə gəl 2n. Bu da 35 üstə gəl n bərabərdir 14 plus 4n. 3n bərabərdir 21. N də bərabərdir 7. Deməli 7 il sonra atanın yaşı uşaqların yaşları cəmindən 2 dəfə çox olacaq. İndi isə hərəkət məsələlərinə baxaq. Deməli hərəkət məsələsində S gedilən yol, V sürət, T zaman. Bütün məsələlər T bərabərdir S böl V və yaxud da V bərabərdir S böl T düsturu üzərində qurulur məsələlərin tənlikləri. Yəni bu tənlik, bu düstur əsasında biz məsələlər üçün tənlikləri qurmuş olacağıq. Burada V sabitsə S və T düz mütənasib. Buradan S bərabərdir alırıq V, T. S artdıqca T də artır və yaxud da T artdıqca S də artır. Sürət və zaman isə tərs mütənasibdir. Zaman artdıqca sürət aşağı düşür. Sürət artdıqca zamanda qabağa düşürük. Deməli, sürət və zaman tərs mütənasib, gedilən yol zaman isə düz mütənasib, gedilən yol sürət isə düz mütənasib olur. İndi cisim bərabər zaman müddətlərinin birində V1, digərində isə V2 sürəti hərəkət edərsə, deməli, bərabər zaman müddətlərinin birində, deyək ki, ilk 3 saatda V1 sürəti ilə, sonraki 3 saatda isə V2 sürəti ilə hərəkət edibsə, onda orta sürət V orta bərabərdir V1 plus V2 bölü 2. Yəni, burada zaman eyni zaman müddətidir. Zaman fərqli deyil. Onda orta sürət V1 plus V2 bölünsün 2 kimi tapılmış olur. İndi burada Dimin test topusunda belə bir sual var. Bu sualın izahına baxaq. Deməli, qatar sürətini 5 km bölü saat artırmaqla 450 km yolda vaxta 1 saat qənaət etmişdir. Qatarın ilkin sürəti neçə km bölü saatdır? Burada biz T bərabərdir S böl V düsturundan istifadə edəcək. Burada S gedilən yol, yəni 450 km S-dir. İndi burada V-yə biz X deyirik. 5 km bölü saat artığında sürət olur X plus 5. Yəni 450 böl X sərf etdiyi vaxt əgər sürəti artırarsa, X plus 5 olarsa, onda 450 bölünsün X plus 5 vaxt etdiyi sərf, bu sürətin X plus 5 ilə getdiyi vaxt əvvəlkinə nisbətən 1 saat tez olur. Ona görə 450 bölü X çıxılsın 450 bölü X plus 5 bərabərdir 1. 1 saat vaxtda qənaət edir sürəti artıran zaman. Çünki sürəti artıranda daha tez gedir. Axı sürətlə zaman tərs mütənasibdir. Sürətlə zaman tərs mütənasib olduğu üçün sürət artdığı zaman vaxta qənaət etmiş oluruq. Ona görə 450 bölü X çıxılsın 450 bölü X plus 5 bərabərdir 1. Bu tənliyi həll etdiyimiz zaman buradan da cavab alırıq 45. Yəni cavab olur 45. Qatarın ilkin sürətini soruşduğu üçün cavab olur 45. Amma desəydik qatarın artırdıqdan sonra sürətin olur. Onda 45 plus 5 yazacaqdıq. Cavab olacaqdı 50. Amma bizdə ilkin sürət soruşur, elə ilkin sürətdə 45 almış oluruq. İndi isə cisim yolun birinci yarısını V1, ikinci yarısını V2 sürətlə gedərsə, orta sürət aşağıdakı qaydada tapılır. Biraz əvvəlkində zaman eyni idi. Burada isə yol eynidir, gedilən yol eynidir. Biraz əvvəlkində yenə dediyim kimi, məsələn, burada biz yazdığımızda, burada bərabər zaman müddətində V1 sürətlə gedib, ikinci bərabər zaman müddətində V2 sürətlə gedib. Onda V1 plus V2 böl 2-dir. Bu birisində isə, burada isə gedilən yol eynidir. Yəni, bu məsafə nə qədərdirsə, bu məsafədə eynidir. Burada gedilən yol eyni olduqda, birinci yarısını V1, ikinci yarısını V2 sürətlə gedibsə, onda V orta bərabərdir 2-də 1 V1, V2 bölünsün V1 plus V2. Cisim yolu V1 sürətlə gedib, V2 sürətlə qaydanda da eyni.
Yəni burada nəticədə AB məsafəsi BA məsafəsinə bərabər olur da. Yenə də orta sürət eyni şəkildə hesablanmış olur. Burada da misalda gördüyümüz kimi A şəhərindən B şəhərinə 60 km sürətlə gedib B-dən aya 40 km/saat sürətlə qayıdıb elə bil. Onda avtobusun bütün yolda orta sürəti 2 vur 60 vur 40 bölünsün 60 plus 40 bu deyədir 48. Cavab olur 48. İndi isə iki cisim qarşı-qarşıya hərəkətində və yaxud da eyni istiqamətdə hərəkət edən zaman onlar neçə saat sonra görüşər? Bu tip suallara bax. Deməli, qarşı-qarşıya gələn zaman T bərabərdir S bölünsün V1 plus V2. Sürətlər toplanır. Amma eyni istiqamətdə gedəndə isə T bərabərdir S bölünsün V1 çıx V2. Sürətlər çıxılır. Deməli, burada onda S bərabərdir. Sürətlər toplandığı üçün qarşı-qarşıya gəlsin V1 plus V2 vurulsun T gedilən yola bərabər olmuş olur. Deməli, aralarındakı məsafə 73,2 km olan iki məntəqədən qarşı-qarşıya sal və kater eyni zamanda yola düşdü. Katerin durğun sürəti 18,3 km/saat olarsa, onlar neçə saatdan sonra görüşər? İndi deməli, burada salın sürəti x götürürük. Deməli, sal və kater qarşı-qarşıya gedən zaman salın sürəti elə bir ki, çayın sürəti kimi olur da. Çayın sürəti, salın sürəti eyni şey olur. Qarşı-qarşıya getdiyinə görə demək ki, burada kater axına qarşı getmiş olur. Yəni, çayın əksi istiqamətində getmiş olur. Ona görə salın sürəti 18 olanda katerin axına qarşı sürəti olur 18,3 çıxılsın x. Deməli, qarşı-qarşıya gələn zaman da bunlar toplanır. X üstə gəl 18,3 çıx x. Gedilən yolda 73,2-dir. Deməli, gedilən yol S bölünsün V1 plus V2. Bu birinci düstura görə alırıq. Buradan da cavab alırıq 4. İndi qayığın axın istiqaməti sürəti olanda qayığın sürəti ilə çayın sürətini toplayırıq. Axına qarşı olduqda isə V minus yazırıq. Qayığın sürətindən çayın sürətini çıxmış oluruq. Deməli, axına qarşı olanda qayığın sürətindən çayın sürətini çıxırıq. Axın istiqamətində olanda isə qayığın sürətlə çayın sürətini toplamış oluruq. Qayığın çayın axını ilə və axına qarşı sürəti verildikdə qayığın və çayın sürəti aşağıdakı qaydada tapılır. Yəni, bunları alt-alta yazıb bir dəfə topladığımız zaman, məsələn, bunu yazsa burada V qayıq çıx V çay. Alt-alta topladığımız zaman, demək, V qayıq bərabərdir 2V qayıq. V plus, V minus, oradan da 2-yə böldüyümüz zaman, deməli, qayığın sürəti tapmış olur. V qayıq bərabərdir V plus, axın istiqamətində, üstə gəl, axının əks istiqamətində toplayıb 2-yə bölürük. Çayın sürətini isə tapanda isə, axın istiqamətində qayığın sürətindən, axının əks istiqamətində qayığın sürətini çıxıb 2-yə bölmüş oluruq. İndi demin test topusunda olan belə bir sual var. Bunun tənliyini qurub necə həll edirik göstərək. Deməli, teploqut 5 saat ərzində axına qarşı getdiyi məsafəni axın istiqamətində 4 saata gedir. Durğun suda sürəti 45 km/saat olarsa, çayın sürətinin hər yerdə eyni olduğunu bilərək çayın axma sürətini hesablayın. Deməli, durğun suda teploqutun sürəti 45-dirsə, axına qarşı olacaq 45 çıx x. Axın istiqamətində isə olacaq 45 plus x. Axın istiqamətində gedəndə 4 saat gedir. Axın əksi istiqamətində gedəndə isə 5 saat gedir. Ona görə 5 vurulsun 45 çıx x, 4 vurulsun 45 plus x. Buradan da həll edib tapırıq çayın axma sürəti. Çayın axma sürətini biz x götürmüşdük də. 45 çıx x. Teploqutda 45 isə çayın axın istiqamətdə x götürüb, buradan çayın sürətini tapmış oluruq. Burada isə 15 km çayın axını ilə 4 km göldə gedərək bütün yola 1 saat sərf edib. Çayın axma sürəti hər yerdə 4 km/saat olduğunu bilərək, katerin çay ilə axını ilə sürəti neçə km/saatdır? Deməli, çayın axma sürəti hər yerdə 4-dür. Katerin sürəti x olsa, 4 km yol göldə gedəndə onda nə olur? Buna nə qədər vaxt sərf edib? 4 bölü x. 15 km çayın axını ilə gedən zaman isə katerin sürəti burada x-dir. X plus axını da, çayın da hər yerdə sürət 4 olduğu üçün x plus 4. Onda çayın axın istiqamətində 15 bölünsün x plus 4 qədər vaxt təyin edib.
Durğun sitədə 4 bölü x qədər vaxt təyin edib. İkisi topladıqda isə bütün yola 1 saat vaxt sərf edib. Və buradan da biz tənliyi həll edib, o zaman tənliyin köklərini tapırıq. -1, bir də 16. Cavab da burada 16 götürür. İndi bizdən soruşur ki, katerin çayın axını ilə sürəti. Katerin sürəti 16-dır, amma axını ilə dediyi üçün 16 + 4 cavab olur 20. İndi isə işçi hovuz məsələlərə gəlirik. Deməli, bir işi tez zamanda görülərsə, 1 saatda bu işin T'də bir hissəsi görülür. Əgər bir iş 10 saatda görülürsə, 1 saatda 10'da bir hissəsi görülər. İndi bir işi birinci işçi A saata, ikinci işçi 5 saata və birlikdə 2 saata görərlərsə, aşağıdakı düsturu yazırıq. 1 bölü A üstə gəl 1 bölü B bərabərdir 1 bölü X. Bu hovuzda da eyni şəkildədir. Bir boru hovuzu A saata doldurub, ikinci boru isə B saata doldurursa, birlikdə hovuzu X saata doldurarlarsa, onda nə olur? 1 bölü X bölü 1 bölü A, 1 bölü B. Buradan da X'i tapırıq. A1 bölünsün A plus B. Boşaldır deyilsə isə arada çıxma olur. 1 bölü A çıxılsın 1 bölü B olur. Burada da güvən nəşriyyatında olan sualdır. Deməli, Vasif bir işi 6 günə yerinə yetirir. Əli ilə birlikdə isə həmin işi 3 günə yerinə yetirirlər. Deməli, Vasif 6 günə yerinə yetirirsə, bir gündə 6'da 1'i. Əli isə bilmirik neçə gün, x gün deyirik. Ona görə bir gündə x-də 1. Birlikdə isə 3 günə yerinə yetirilirsə, onda bir günə 3'də 1 hissəsini yerinə yetirərlər. Onda buradan da biz bu tənliyi həll edib x-i bərabər oluruq 6. Deməli, Əli bu işi təklikdə 6 günə yerinə yetirər. İndi burada bir boru hovuzu 8 saata, ikinci boru 24 saata doldurur. Üçüncü boru isə boşaldır, 12 saata boşaldır. Onlar üçü birgə işləsə, hovuz neçə saata dolar? Onun üçün də burada yazırıq 8'də 1, 24'də 1 doldurur. Üçüncü boşaldır deyə çıxılsın 12'də 1. Və bərabərdir x-də 1. Buradan da tənliyi həll edib x bərabərdir 12 alır. Deməli, birlikdə hər üçü açıq olarsa, hovuz 12 saata dolar. İndi isə dimin test topusunda olan belə bir sual var. Birinci fəhlə bir işi ikinci fəhləyə nisbətən 4 saat tez yerinə yetirər. Birinci fəhlə x saatsa, ikinci fəhlə x plus 4 saat. Çünki birinci ikincidən 4 saat tez yerinə yetirir. Əvvəlcə onlar 2 saat birlikdə işlədilər. Sonra qalan işi birinci fəhlə tək işləyərək 1 saata yerinə yetirir. Deməli, 2 saat birlikdə, onda x bölü 2, üstə gəl 2 bölünsün x plus 4. Qalan işi isə birinci fəhlə tək işləyərək 1 saata yerinə yetirdi. Onda qalan iş, bütöv işə 1 desək, qalan iş olacaq 1 çıxılsın x-də 2 plus x plus 4'də 2. Qalan işi isə birinci fəhlə, qalan işi birinci fəhlə 1 saata yerinə yetirir. Fəhlə də birinci fəhlə 2 saata yerinə yetirdi. Onda 1 böl x. Buradan da tənliyi həll etsək, x vurulsun x plus 4. 2 vurulsun x üstə gəl 4. Üstə gəl 2x. Bərabərdir 1 bölü x çıxılsın 1. Buradan da x vurulsun x plus 4. 4x plus 8. Bu da bərabərdir x minus 1 bölünsün x. X'lər burada x-lər getsə, çarpaz vursaq, x çıx 1 vurulsun x plus 4 bərabərdir 4x plus 8. Buradan isə bunu həll etsək, alarıq ki, x kvadrat çıx x üstə gəl 4x çıx 4 çıx 4x çıx 8 bərabərdir 0. Buradan da alırıq x kvadrat çıxılsın x çıx 12 bərabərdir 0. Bu da Viet teoreminə görə kökün 1 olacaq -3, birisi olacaq 4. Vuranda -12, toplayanda müsbət 1. İndi bütün işi ikinci fəhlə təklikdə neçə saat yerinə yetirər? Birinci fəhlə 4 saat yerinə yetirirsə, ikinci fəhlə x plus 4, o da verdi 8. Deməli, ikinci fəhlə təklikdə 8 saat yerinə yetirər. İndi isə 2022-ci ildə buraxılış qəbul imtahanına düşən belə bir sual var. 45 oğlan və 15 qız olan düşərgədən bərabər sayda neçə oğlan və neçə qız getsə, oğlanların sayı qızların sayından 600% çox olar. Deməli, 45 oğlan
var. Hərəsindən bərabər sayıdır. 45 çıx x, 15 çıx x deyir. Onda 45 çıx x oğlanların sayı qızların sayından 600% çox olar. 600% çox olan demək o demək ki, 100-də üstünə 600 gəldi, 7 dəfə çox olmuş olur. Yəni aradakı fərq 7 dəfə olur. 7 vurulsun, 15 çıx x vurulsun 7. Buradan da 45 çıx x bərabərdir 105 çıx 7x. 6x bərabərdir 60. X də bərabərdir 10. Deməli, 45 və oğlan və 15 qız olan düşərgədən hərəsindən 10 nəfər getsə, oğlanların sayı qızların sayından 600% çox olmuş olar. Cavab olur C bəndi 10. İndi isə yenə 2022-ci ildə buraxışa düşən sualdır. Deməli, iki usta birlikdə işi 6 saat yerinə yetirir. Birinci usta işi digərindən 9 saat gec görünüyor. Birinci usta digərindən 9 saat gec yerinə yetirir. Deməli, birinci usta x plus 9, ikinci usta x saatı yerinə yetirir. 1 bölünsün x plus 9, 1 bölünsün x bərabərdir 6-da 1. Bunu isə həll etsək, x vurulsun x plus 9, x üstə gəl x plus 9 bərabərdir 6-da 1. Bu da 6 vurulsun 2x plus 9 bərabərdir x kvadrat üstə gəl 9x. Buradan da alaq ki, x kvadrat çıxılsın 3x çıx 54 bərabərdir 0. Burada x1 bərabərdir -6, x2 də bərabərdir 9. Toplayanda müsbət 3 vuranda -54. Deməli, birinci usta işi təkdən 2 saat yerinə yetirir. 9 plus 9, çünki birinci fəhlə x plus 9 edir. Deməli, birinci fəhlə bu iş təkdən 18 saata yerinə yetirər. Və 2021-ci il birinci qrupa qəbuluna düşən sual. Nahid ilə Aysunun birlikdə 3 manat pulu var. Nahid pulunun yarısını Aysuna versə, Aysunun pulu Nahidin pulundan 2 dəfə çox olar. Deməli, Nahid, Aysun. Birinin x manat pulu var, o birisinin 300 minus x manat pulu var. Çünki ikisinin birlikdə 3 manat pulu var. Nahid pulunun yarısını, yəni x çıxılsın, x çıx 2. Bunu versə Aysuna. Aysunda pul olacaq 300 çıxılsın x. Onda Nahid pulunun yarısını versə, yarısı gözündə qalır. Yəni x bölü 2 qalır. Aysunun pulunun Nahidin pulundan 2 dəfə çox olur. Yəni bunun 2 misli bərabər olur Aysunun puluna. Aysunun 300 minus x manat pulu vardı. Üzərinə x plus 2 gəldi Nahidin pulundan və Nahidin pulunun 2 misli olduğunda. Nahidin pulu qaldı x bölü 2, onu da 2-yə vurduq. Buradan da alırıq ki, deməli, mənfi x bölü 2 üstə gəl 300, bu da bərabərdir x. Buradan da x bölü 2 bərabərdir 300. Daha doğrusu x plus 2 elədir 2-də 3x, x də bərabərdir 200. Deməli, Nahidin 200 manat pulu vardı. Yəni, cavab D bəndi 200. Kanala abunə olmaqla və şərh yazaraq dəstəklərinizi verə bilərsiniz. Öncədən hər birinizə təşəkkür edirik. Sağ olun, Allah'ım da özünüzə yaxşı baxın.